Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. İcazə verin. Torpaqlarımızın azaldığı uğrunda canından çəkən bütün şəhidlərimizin ruhunu bir dəqiqə şükrünlə yad edək. Kiçik kompozisiyanı sizə təqdim edək, sonra tədbirimizi davam edək. Buyurun. Orxan 19 iyul 1996-cı ildə Diyallı kəndində anadan olmuşdu. 2013-cü ildə Aqil Məmmədov adına Diyallı kənd tam orta məktəbini bitirib. 2013-cü ildə İsmaili Texnologiya və Humanitar Kollecinə daxil olmuşdu. 2014-2016-cı illərdə hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə təşəkkürnamə almışdı. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə cəbhəyə yollanmış, Füzuli, Cəbrayıl, Xocafənd, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, 7 noyabr 2020-ci ilin tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. 11 noyabr 2020-ci il tarixində Diyallı kəndində torpağa tapşırılmışdı. Azərbaycan Respublikasının prezidentinin sərəncamları ilə Vətən uğrunda igidliyə görə cəsur döyüşçü Cəbrailin azad olunmasına görə, Xocafəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Qəhrəmanlıq ölməz ruhun adıdır. Hər xalqın tarixində azadlıq, torpaq və şərəf uğrunda canından keçən igidlər olur. Bizim xalqımızın qürur səhifələrini isə şəhidlərimizin qanı ilə yazılır. Onların hər biri bu vətənin azadlığı, xalqın rahatlığı üçün ən qiymətli varlıqlarını, həyatlarını qurban verdilər. Bugün anımını qeyd etdiyimiz şəhid Orxan Lətifli də həmin igidlərdən biridir. Orxan düşmən qarşısında mərdliklə vuruşmuş, torpaqlarımızın azadlığı uğrunda canından keçərək adını xalqımızın yaddaşına qızıl hərflərlə yazdırdı. Onun göstərdiyi igidliklər, vətənpərvərliyi və fədakarlığı bugün gənclərimiz üçün örnəkdir. Şəhid vətən sevgisi sözlə deyil, əməl və qurbanla ölçülür. Biz bugün azad və başuca yaşayırıqsa, bu Orxan kimi qəhrəmanların sayəsindədir. Onların ruhu bu torpaqda, dalğalanan bayrağımızda, hər açılan səhərdə yaşayır. Necə deyərlər, şəhidlər ölməz, vətən bölünməz. Dirikən ölü gəzməkdən, ölürkən diri oldu. Vətənim deyib ürəkdən meydanda şəhid oldum. İxtiyarımda can varkən, görünən yolda qan varkən, cəsarətlə, amma erkən, gənc yaşında şəhid oldu o. Biz diriyiz, yoxsa ki o, haqq dünyası budur, ya o, vətən sağ olsun deyərək, döyüşüb şəhid oldu o. Bizim rahat nəfəs üçün öz nəfəsini qurban verdi o. Məhz bizim gələcək üçün öz sabahından keçdi o. Dirikən ölü gəzməkdən, ölürkən diri oldu o. Meydanda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid analarımıza səbir arzu edirəm. Çünki mənim damarımda vətən axır qan yerinə. Qeyrətim də namusum da bədənimdə can yerinə. Son nəfəsi vətənim üçün verdim qurban yerinə. Siz yaşadın bu vətəni. Mən şəhidəm. Vətənimin torpağında, ağacında, suyundayam. 100 illərdir yazılmayan azadlığın sayındayam.
Artıq varam, ruhum azad, bu vətənin hayındayam. Siz yaşadın bu vətəni. Mən şəhidəm. Məhəbbətim, sədaqətim vətənim üçün müqəddəsdir. Həqiqi eşqi var olan şəhadəti dadan kəsdir. Vətən gülü 100 illərdir qan ağladı, daha bəsdir. Siz yaşadın bu vətəni. İgidlər öz qanıyla yazdı zəfər dastanı. 30 il gözləmişdik bu tarixi, bu anı. Dəmir yumruq düşmənə öz yerini göstərdi. 44 günlük döyüşlər tarixi bir zəfərdir. Analar ağlamasın, şəhidlər ölməzdilər. Düşmənlər öz xoşuyla yurdumdan getməzdilər. Ne olar, ağlama şəhid anası. Əksinə sən sevin, oluna vətənin bayrağın bağla. Yaralı şərəfsiz, düşmən ağlasın. Orxan tarix yazıb, Orxan iz qoyub. O tarixdən silinən deyil. Şəhidlər ölməz, daim yaşayar. İgidin yoxluğu bilinən deyil. Düşmənin ən böyük qorxusu oldun. Vətənə sevgini göstərdin Orxan. Bir ömür qəlblərdə səninlə fəxr edir Azərbaycan. Sən elə döyüşdün, torpağımızsın. Açdığın ateş dəydi hədəfə. Şəhidlik məqamın nəsibin oldu. Şuşada döyüşdün sonuncu dəfə. Sən ey şəhid anası, qəhrəman ana, çoxları fəxrlə qarşılayır səni. Bu qədər üzülmə, bu qədər ağlama. Övladın gözləyir cənnətdə səni. Övladın gözləyir cənnətdə səni. Tuşa gəldi zirvə dağ. Bayraq var sinəsində. Qarabağ azad oldu. İgidlər sayəsində. Hər başında var izin. Zirvəyə ucalmışıq. Zəfər bizimdir. Bizim qələbə qazanmışıq. Belə deyək, dərdinə şərik olan ailələr iştirak edir. Sözü onlara veririk. Buyurun. Önce bütün tedbir iştirakçılarına salamlayacağım. Bir şəhid atası olarak ne diyerdim? Allah şəhidlərimizə rəhmət eləsin. Allah ruhlarını şad eləsin. Nəzakət anıya, Xancan qardaşa Allah'tan səbir diləyirəm. Allah balanızın ruhun şad, məkanın cənnət eləsin. Və sizin timsalınızda bütün şəhid analarına, bütün şəhid atalarına Allah'tan səbir diləyirəm. Cəmi şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Yaxşı deyilir ki, unutmayaq, unutturmayaq. Bəli, belə tədbirləri keçirmək bizim borcumuzdur. Ki, unutmayaq və gələcək nəslə bu ənənəni ötürək ki, unutturmayaq. Allah bir daha cəmi şəhidlərimizə rəhmət eləsin, Allah ruhlarını şad eləsin. Getdiyiniz görə təşəkkür edirəm. Əkbər müəllim sizə söz veririk. Buyurun. Əziz şəhid anaları, ataları, hamımıza səbir diləyirik. Sözün hər biriniz bizi üçün əvəz olunmaz, heç vaxt unudulmaz, heç vaxt yaddan çıxmayan bir simalarsınız, şəxsiyyətlərsiniz. Övladlarınızın hər biri bizi üçün əzizdir. Onlara hər zaman Allah'tan rəhmət diləyib, sizlərə səbir diləyirik. Bugün Azərbaycan xalqının 3000-dən yuxarı Orxanı şəhid olub. Onların hər biri bizi üçün qiymətlidir. Bizim də ən böyük qürurumuz odur ki, bir yumruq ətrafında birləşərək, mənim əziz bacım dediyi kimi, dövlət, millət, millət, dövlət bir tandem təşkil elədi və bu böyük bir qürurla, hamılıqla zəfərə aparan yol oldu. Bu günləri başı uca, alnı açıq olmamızın səbəbkarı ordumuz, əskərimiz, zabitimiz, Müzəffər Ali Baş Komandarımız, Allah ölənlərə rəhmət, qalanlara can sağlığı versin. Arxada isə doğrudan da mən bir nömrəli məktəbin həyatını heç vaxt unutmuram ki, orada səngər üçün təkər yığmışdılar. Aklıma gəlməz ki, İsmaillidə o qədər təkər tapılar, o məktəbin həyətinə yığılar və o əskərlər üçün göndərilər. Və orada inandırım ki, bəlkə bir 10 maşın böyük maşınlarla yığılmışdı. Bu təhsil şöbəsinin apardığı bir istənilən bir dəstək idi ki, hər bir sahəyə dəstək idi. Beləcə də biz həm təhsil şöbəsi, həm idman dairəsi ilə, həm icra hakimiyyəti ilə hər bir zaman əlimizdən gələn köməkliyi əsirgəmirik. Amma
bizim elədiyimiz kömək bir zərrədən ibarətdir. Can çox şirin şeydir. Can ağırlandı, onun qiymətini bilirsən nədir. O ki, qala ki, onu verəsən güllə dəyə, top dəyə, raket dəyə, tank dəyə və əli şəhid olasan, fiziki cəhətdən, olar ki, şəhid olasan, bunun qiymətini heç nəyinə ölçmək olmaz. Bir daha hər bir şəhid ailəsinə, ailəmiz adına təşəkkür edib bugünkü tədbirə gəldiyinə görə əziz həmkəndçilərimiz sizə minnətdarlıq bildirir ailəmiz adına. 90-cı illərdə Rusiyada yaşayan Xocalı hadisələrindən sonra gəldi Azərbaycana. Bütün balinasaları gəzdi və millətimiz çəkən zilləti görəndən sonra könüllü yazıldı və Qarabağ döyüşlərinə qoşuldu. Döyüşlərdə qəhrəmancasına hər kəs onun bilir qəhrəmanlığı. Həmişə şəhid analarına müraciət edir ki, ağlamayın analar. Başınızı dik tutun analar. Bu Cəlalın sözləridir. Cəlal ilk gün düşdü Qarabağ döyüşlərində. 32 il sonra onun tapıldı və gətirib İsmail'də dəfn elədik. Hər biriniz bilirsiniz, hamımız iştirak eləmişsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları cənnət yolları. Analara da yenə mən Cəlalın adından müraciət edirəm. Həmişə deyir ki, analar ağlamayın. Sizə qurban olub ağlamayın. Başınızı dik tutun. Qürurlu olun. Sağ olun. Allah rəhmət eləsin bizim şəhidlərimizə. Deməyə söz var. Unutturmuruq. Ona görə də həmişə ilə mən görürəm, adam ürəyi açılır da belə tədbirlər olanda. Ona görə də hamıza minnətdarıq ki, təşəkkür edirik ki, şəhərləri unutmursunuz. Allah rəhmət eləsin bütün şəhərlərimizə, Orxan qardaşımıza, Orxan balamıza Allah rəhmət eləsin, Allah səbir versin sizə, bütün şəhər dağlarına Allah səbir versin. Sağ olun, Allah razı olsun. Onda şəhid olublar. Bayaq dedilər, Orxan bir yaralı çıxardarkən. Həmən yaralı bugün həyatdadır. Orxanın döyüş yoldaşı var Fərid. O bizə tez-tez gəlir. Dünən İstirağacın biz başqa bir tədbirdeydik. Kollejdə olanda da Qəbələdən bir uşaq var. Adı nədir onun? Odur. Komandiri də Teymurov Elçindir. Yəni o Teymurov Elçinin qədər 4 dənə onların komandiri şəhid olmuşdu. Deyir, əgər Orxanın komandiri bugün həyatda olsaydı, deyir, o bu günlərdir Orxana ya vətən qəhrəman adı verərdi, deyir. Bugünkü gündə sizin ağır gününüz deyin. Mən həmişə demişəm ona. Allah Taala təpində bir göz var idi, onu da burada çıxartdı. Allah sənə səbir versin, dözüm versin. Eləcə də Xancan qardaşa. Həqiqətən də dözülməz dərddir. Amma qürur verici bir hissdir. Biz balalarımızla qürur duymalıyıq, səbirli olmalıyıq, təmkinli olmalıyıq. Allah sizə möhkəm səbir diləyirəm, möhkəm olasınız. Ayıq üstə möhkəm dayanasınız, yerdə arxada balalarınız var. Vallahi bizim balalarımız hamısı özləri istədiyi məqamda yatdılar. Onlar elə bilirsən ki, şəhid olmayıb, indi aramızda yaşasaydılar, onlar çox böyük narahat olardılar. Öz arzuları idi ki, istəkləri idi ki, torpaqlarımız alınsın, vətənimiz, xalqımız, alnı açıq, başı uca millətin üzünə baxsın. Şəhid verməsin də bunlara nail olmaq olmur. Bizim elə bu xalqımızın, dövlətimizin başı ucalığı bizim şəhidlərimizin canı, qanı hesabınadır. Adam bir anlıq gedirsən o fəxri xiyabanda, mən o günü, bayram günü orada dayanmışam. O millətin sevincin, gəlir orada hər cür rəhbərlər keçir də. Onların şadyanalığını görəndə istər-istəməz bir anlıq öz dərdi unutursan. Həqiqətən də biz o cür nə qəhrəman balalar dəfn eləmişik. Bəlkə də biz o dərd üzərimizdə olmasa biz onlardan da çox sevinərdik. Qolqana da açıb bəlkə də oynayardıq. Amma neyniyək? Xalqımızın vəmət eləsin. Ordumuza güc qüvvə versin. Qazilərə can sağlıq versin. Bizlərə də ancaq səbir versin. Biz analar bir-birimizə dəstəkyük, bir-birimizə dayağıq. Biz bir-birimizin yanında daha güclüyük. Amma həqiqətən də bir ayda bu ağır yükü daşıyırıq çiynimizdə. Ürəyimizin telləri qırılıb, gücümüz, qüvvəmiz də azalıb. Allah'tan hamıya dözüm arzulayıram, səbir arzulayıram. Bu qədər. İsmail təsis sektorunun Həmçəlik Komitəsinin sədri. Şəhid anaları, əzizləri,
hörmətli Nəzərşad xanım, Xancan dayı, hər birinizin qarşısında baş ayırıq və bu günü bizə bəxş elədiyiniz üçün sizin hər birinizə minnətdarıq. Bəli, Orxanın şəhid olduğu vaxtdan düz 5 il keçir. Bu 5 il ərzində biz nələrin şahid olduq, biz nələri görmədik. Bu 5 il ərzində biz onu ən birinci olaraq ki, biz xalqımızın qüdrətlənməsini gördük. Biz bu 5 il ərzində birinci olaraq hələ sentyabr antiterror əməliyyatında Orxan və digər şəhidlərimizin son arzusu olan o ki, torpaqlarımız qalmışdı orada, Xankəndi, Xocalı, Xocabənd və onların da hamısı arzusu həyata keçdi. Həmin o gün deməli sentyabr antiterror əməliyyatında bizim demək olar ki, bütün torpaqlarımız tam müstəqil oldu, azad oldu və biz azad suveren bir ölkə olduq. Demək olar ki, şəhidlərimizin bütün arzuları həyata keçdi. Allah onların ruhlarını şad eləsin. Onların ruhları bu günlərim hər vaxt Azərbaycan xalqının, Azərbaycan ölkəsinin, dövlətinin üzərində hər vaxt gəzir. Bəli, biz tam qələbə qazandıq. Bu 5 il ərzində biz nələr görmədik, deyək dedim. Bəli, o vaxtı bütün dünya dövlətləri, xüsusən birinci olaraq qardaş Türkiyə dövləti və Türk dövlətləri ilk olaraq Qarabağa səfər elədilər. Və böyük bir Şuşa bəyannaməsini orada bilirsiniz ki, orada imzaladılar və Şuşanı sanki tüm dünyaya tanıttılar. Və ondan sonra Türk dövlətləri gəldilər, orada keçdilər və orada sarmaya, orada biz göstərmək sözlərini deyil. Bunlar ondan ötəri xoşbəxtdir ki, bundan sonra heç vaxtı müharibə olmayacaq. Biz sülhü bərqərar eləmişik. Artıq onunla bağlı tamamlama işləri gedir. Və bu işlərin hamısının ətrafında, arxasında yenə də deyirəm ki, güc və qüvvət durur, qüdrət durur. Və bu qüdrəti, bu gücə bizə verən, bizim prezidentimizə verən, ali başkomandanımıza verən, bəs həmişə bizim özü dediyi kimi bu şəhidlər oldu, qazilər oldu, bizim milli ordunun əsgərləri oldu. Biz onlara hər vaxtı borcluyuq, bu gün də borcluyuq, hər vaxtı borclu olacaq. Azərbaycan xalqı nə qədər yaşayır, bu qədər də həmişə belə olacaq. Çünki onlar bizim qüdrətimizi özümüzə qaytardılar. Bu gün bax, elə oğullardan biri də şəhid olan Benim Orxan Lətiflidir. Orxan haqqında çox deməli, Orxan cəsur bir idmançı idi. Ondan sonra yaxşı bir Azərbaycan vətəndaşı idi, Azərbaycan bir gənci idi və o öz sözünü, öz vətənə verdiyi borcu o özünün şəhidliyi ilə apardı, özünün sinəsini düşmən gülləsinə tuş eləməklə və torpaqlarımızı azad edib özümüzə qaytarmaqla öz vətən borcunu yerinə yetirdi. Və bu günlərim onun və Orxanın ailəsi də həm fəxr edirik ki, bəli, belə bir oğul yetişdirib, o biz cəmiyyətə təhvil vermişdik, o da bax, öz sözünü belə dedi. Bütün şəhidlərimizə biz yenə deyirəm ki, Allahdan rəhmət dilirik, Allah onların o dünyasını versin, onlar bizim həmişə başımızın tacıdır, onlar həmişə bizim görən gözümüzdür və düşünən beynimizdir və hər vaxtı deyən sözümüzdür. Mən yenə deyirəm ki, onlar elə bir tarix yazdılar ki, onlar elə bir dastan yazdılar ki, bu dastanın, bu tarixin, vərəqlərin sayı hesabı yoxdur. O sonsuzdur. Nə qədər onu vərəqləyirsən, vərəqləyərsən, orada yenə də onlar haqqında o sözü deyə biləcək, o söz, onlar haqqında, o qəhrəmanlıqları haqqında danışa biləcək. Nəinki bizim nəsil, bizdən sonra gələn bu gənc nəsil və inanıram ki, o gənc nəsildə bax bu tərbiyə, Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, Nəzərşad ana. Həmişə qürurlu olmuşuq, səninlə biz o qədər yoldaşı olmuşuq, o qədər sizin o belə ibrətamiz sözlərinizə qulaq asmışıq, xüsusən məktəblərdə. Mən yenə deyirəm, bax, bizim şəhid analarımıza, şəhid valideynlərimizə o qədər borcluyuq ki, biz nəyə görə? Bu günlərin bu gənc nəslin yetişdirməsində, xüsusən məktəblərdə, təhsil ocaqlarında tədbirlər əsası və onların orada çıxış edib, orada o ibrətamiz sözlərini onlara o qədər deyirlər və onlar o qədər onlardan tərbiyə götürürlər. Mən bax, buna görə bütün şəhid ailələrimə hamısına öz təşəkkürümü bildirirəm ki, bizim o təhsilin bütün tədbirlərində onlar elə ürəklə, məsələn, xüsusən bu illərin mən gördüm ki, həm şəhid analarımıza, ailələrinə o qədər təşəkkürümü bildirirəm ki, onlar birini heç vaxtı tək qoymadılar. Mən onu görürüm ki, hamısı ürəklə elə bir ki, o təşəkkürüm. Sizin bu birliyinizə mən deyirəm ki, Allah sizə sabır versin, bütün xalqımıza müharibə qısamın amanlıq olsun, xalqımızı ordu qorusun. Sağ olun. Orxanın timsalında həqiqətən biz
övladlarımızın, bala qardaşlarımızın necə bir qəhrəman ruhda böyüdüklərini gördük. Bu tədbirlərin ən böyük əsas qayəsi şəhidlərimizi yaşatmaq, unutturmamaq və ən əsası Xancar əmi sizə, Nəşrə sizə həm öz adımızdan, həm rayon icra hakimiyyəti adından səbir diləyirik, Allah rəhmət eləsin deyirik. Orxanın timsalında bütün şəhidlərimiz Allah rəhmət eləsin. Gəldiyinizə görə hər biz öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah rəhmət eləsin şəhidlərimiz. Biz təşəkkürlər. Bugünkü tədbirin keçirilməsi ilə bir yerdə Orxanı yad elədik. Çox sağ olun, təşəkkür edirik. Və tədbirimizi bundan yekunlaşdırıb buyurun. Ağlama anam, ağlama anam, ağlama anam, ağlama. Evladın dərdini çəkən analar, dərd qəmdən boynunu bükən analar. Evladın dərdini çəkən analar, dərd qəmdən boynunu bükən analar. Gözünü yollara dikən analar. Ağlama, ağlama şəhid anası. Gözünü yollara dikən analar. Ağlama, ağlama şəhid anası. Ağlama, ağlama şəhid anası.